xalq sözünün həqiqi mənasında başsız qalmışdı. Xalq yiyəsiz qalmışdı. Bir informasiya blokadasında idi. Təcavüz xalqa qarşı baş verib, amma onun dünyanın xəbəri yox idi. Və belə olan halda, deməli, 1990-cı il yanvarın 21-də Ulu Öndər Heydər Əliyev və bugünkü bizim prezidentimiz Cənab İlham Əliyev, yəni Ulu Öndər öz oğlu ilə birlikdə Moskvadakı bizim diplomatik nümayəndəliyə gəldi. Və bu çox riskli bir addım idi yeri gəlmişkən. Əgər Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı bu vəhşi cinayəti, bu bağışlanma cinayəti və hərbi cinayət mən deyərdim, həyata keçiribsə, bu xalqın ağsaqqalına, bu xalqın iyəsinə, sahibinə qarşı da analoji addım ata bilərdi və ümumiyyətlə məsuliyyət hissini itirmişdilər. Amma Ulu Öndər Heydər Əliyev də sonralar söyləyəcək ki, xalqıma qarşı, canımdan da çox sevdiyim xalqıma qarşı bu təcavüz baş veribsə, onda mənim və oğlumun deməli, şəxsi həyatı və taleyi ilə bağlı məsələlər, fiziki varlığı ilə bağlı məsələlər ikinci plana keçirdi. Yəni, bax, bunu da Ulu Öndər söyləmişdi. Həqiqətən də bu bir reallıqdır və adı ilə çağırdı cinayətkarları. İlk dəfə Moskvada bizim diplomatik nümayəndəlikdə bu vəhşi cinayətə qarşı bu cinayətlə bağlı bir hüquqi siyasi qiymətləndirmə apardı. Və qeyd elədi ki, bu Azərbaycan xalqına qarşı bir təcavüz aktıdır və eyni zamanda cinayətkarlar istintaqa cəlb edilməlidir, cəzalandırılmalıdır və bu həm də beynəlxalq aləmdə də bu məsələ reaksiya olmalıdır. Və Ulu Öndər Heydər Əliyevin bu çıxışı çox qısa zamanda bütün dünyada yayıldı. Və dünyanın xəbəri oldu Ulu Öndər Heydər Əliyevin çıxışından sonra ki, əslində Sovet rəhbərliyi Azərbaycana qarşı hansı cinayəti, hansı müthiş bir cinayəti törədib. Və yəqin ki, suallardan biri də odur ki, bu tədqiqat prosesində çıxan suallardan biri odur ki, nədən bu qədər amansızcasına bu hərəkətlər baş verdi? Yəqin ki, bununla bağlı idi ki, Azərbaycan xalqının öz azadlığı uğrunda, müstəqilliyi uğrunda, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsi ən iri miqyaslı mübarizə idi. Həm də bu, həm də SSR-nin zəifliyinin bir ifadəsidir. Niyə görə mən bunu söyləyirəm? Bilirsiniz də, o şam sönməyə başlayanda çox möhkəm yanmağa başlayır. Bu pis əlamət, yəni artıq sönür. Yəqin ki, siz də bilərsiniz, məsələn, çox ağır xəstələnmiş insanlar var, çox ağır bir deməli, dərdə mübtəla olub, xəstəliyə tutub və xəbər gəlir ki, o yaman son günə yaxşılaşmağa başlayıb. Yiyir, artıq gəzir, artıq özünə gəlib, yəni o sağalmaz bir xəstəlik idi, amma o artıq yaxşılaşıb. Bu çox pis əlamətdir. Yəni o demək ki, orqanizm son gücünü toplayır və artıq o tam təslim olmağa hazırlaşır. Sovet İttifaqının Bakıda törətdiyi cinayət ona bənzəyirdi. Sovet İttifaqı 1990-cı ilin 20 yanvarında bu dəhşətli cinayəti imza atdı. 91-in dekabrında, yəni bir il sonra dağıldı. Yəni 20 yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı uğrunda, ərazi bütövlüyü uğrunda, Ermənistanın ərazi iddialarına qarşı mübarizəsi SSR-nin dağılması prosesinin bir katalizator oldu. Onu son dərəcə sürətləndirdi və yeri gəlmişkən Birləşmiş Ştatlar həm də bunda maraqlı idi ki, göz yummaqla SSR-nin bu hərəkətlərini Milli Azadlıq Hərəkatı fonunda xalqların SSR rəhbərliyinə qarşı deməli etirazı fonunda, çıxışları fonunda bu imperiya dağılacaq. Bu həm də Vaşinqtonda milli maraqlarına uyğun idi ki, o necə deyərlər, bir kənarda müşahidəçi statusunda prosesləri izləməyə başladı.